Bu da Ruslar demiş vestibulyarный aparat. Düzdür, başka şey üçün düzəltmişdim o stolu, amma streçləmək üçün daha rahatdır. Bunlar streçlənib, elə axırıncı idi qalmışdı. Bu nə idi? O belə. Bunlar belə, inşallah ki, indi bu yüklənib gedəcək. Daha içəri yerləşmirdi deyə məcbur çölə yığası oldu. Bir də qiymətlə bağlı belə əgər içində qum yığılmayacaqsa, gülqabı olacaqsa dipçək 135 manatdan başlayır qiyməti. İndi ölçüyə görə də biraz fərqlənir. Amma qum yığılacaqsa onun qiyməti tamam fərqlidir. Çünki orada dip vurulur, onun içinə emastika nədir o qara, ondan vurulur. Sonra ya da taxta ilə istəyirsə çölü belə bəzəkli olsun. Məsələn qum yığılır, amma çöldə belə bəzək istəyirsə, onda da bu taxtanın qalını vurulur. 2 yarımlığı 3 dip belə. Kimsə istəsə şərhə yazsın, daha ətraflı məlumat verək.